Korotse, burada hələ bir şey yazır. Ay, belə inanmayanlar var. Bax, Pərviz indi danışır. Ama diyelim ki yine nasıl kömeği yanında. Bak oğul eşli yalan diyen bu situasyondan sonra ben diyelim ki kardeş. Hadi sen %100 olacağınsa. İndi benim sana kömeğleme ihtimalım biraz laf düşüktü. Birden problemi yaşasın. Çünkü bak vaziyet nedir? Ben evime bazarlık eləməyəm Pərviz. Benim evimde uşağım var. Uşağa yemezler Allah. Ben onu çatdıra bilmirəm. Allah şahitli ki ben bırak. Gündən ne iştirəmsə göndərirəm uşaqlara. Otel göndərirəm ki deyəm kardeşim. Bilirsiniz yani ben normalde size oteli satayım söz verəm. Ama elimden ne gelir eylem de. Ben onların biriyle danışıram misal. Bir dönüm digərləri mənə özləri götürüb yazlar ki deyil. Allah senden razı olsun. Bizim əziyyətimiz sərsən. Adama bir dənə motivasiya verir. Bir dənə motivasiya verir. Ben səhər 7'den çıxırım onlara da işləyirəm ki, onların əziyyətli olmasında. Əlimdən nə gəlir işləyirəm olmasın. Özü hava işlərdə işlərdə sahip olmuş. Çünki kuryeler çıxırdı ya. Qışda olur axı. Qışda burada çok soyuq olur ya. Yani herkes mahsuliyetdən kurye deyil. İndi tələbələr də buraxıb təhtilə. Qəhbələr arası bir öyrəsin. O park skuterləri var. Tələbələr söyür ha, tələbə də yəni skuter alıb orada 500 manat orada şey pul qazanır. Onları söyür ki, onlara görə işləyə bilmirəm. Bax, 500 dollar qazanan oğlan. 500. Özünüz ağzından danışsan, milləti burada dolamaqla deyildi. Bax, maskan belə cırıldı ya, bax. O, baba oğlan cırdı sən maskalı, bax.